Bi ön qoşmalardır bunlar hamısı. Bi ilə, min dan-dən, ilə a-ə ya-yə, an dan-dən haqqında, alə a-ə ya-yə üzərində, fi da-də içində, li üçün, kə kimi mənasındadır. İndi bunlara aid misallara baxaq. Məsələn, əl-vəladu fil-hədiqəti, uşaq nədir? Bağçadadır. Əl-qələmu alə-daviləti, qələm stolun üzərindədir. Vəchuhu kəl-qəmər, onun üzü ay kimidir. Sonra xarəctu minəl imtihani, imtihandan neylədim? Çıxdım. İndi keçirik anlamlı cümləyə. Nitq hissələri ilə tanış olduqdan sonra artıq cümlələrlə tanış ola bilərik. Demək, anlamlı cümlə dedikdə nə başa düşülür? Burada ismi cümlədən söhbət gedir. Bir mübtəda və bir xəbərdən ibarətdir. Anlamlı cümlə dedikdə, yəni cümlə tam başa düşülən mənasında nədir? Olur. Baxaq, ismi cümlə, isimlə başlayan cümlədir. Məsələn, ət-talibu nəcihun, tələbə bacarıqlıdır. Demək, burada ət-talibu isimdir, nəcihun da isimdir. Bu mübtəda, birincisi mübtəda, ikincisi xəbərdir. Sonra, əl-qələmu cəmilun, qələm nədir? Gözəldir. Bu da ismi cümlədir. Çünki niyə görə? İsimlə başlayıb. Əl-qələmu. Sonra üçüncü, əs-səyyaratu musri'atun, maşın sürətlidir. Burada da əs-səyyaratu nədir? İsimlə nədir? Başladı. Sonra keçir növbəti feili cümləyə. Fiil ilə başlayan cümləyə feili cümlə deyilir. Məsələn, nəcəhət talibu, tələbə müvəffəqiyyət qazandı. Nəcəhə, burada feildir. Ət-talibu isə bizdə nədir? İsimdir. Sonra, kətəbə Əhmədu, Əhməd yazdı. Kətəbə burada feildir. Bu feili cümlə olacaq. Burada bir qeyd var. Əgər cümlə ön qoşma və isimdən ibarət olarsa, ondan sonra gələn nitq hissəsinə baxacağıq. Əgər ön qoşma və isimdən sonra gələn nitq hissəsi isim olarsa, bu ismi cümlə, yox əgər ön qoşma və isimdən sonra gələn nitq hissəsi feil olarsa, bu feili cümlə olacaqdır. Məsələn, indi baxaq. Fis-saffi talibun, sinifdə bir tələbə vardır. Baxaq indi. Fi ön qoşmadır, dadə deməkdir. Saffi, yəlik halında olan isimdir. Bundan sonra gələn talibun isimdir. Talibun bu kəlmə isimdir. Beləliklə bu cümlə ismi cümlə olacaqdır. Çünki ön qoşma və isimdən sonra isim gəlir. Fis-saffi cələstu, sinifdə oturdum. Baxaq, fi hərfi cer, yəni ön qoşma, əs-saffi yəlik halında olan isimdir. Cələstu feildir. Feildir. Yəni bu nədir? Feildir və feili cümlə anlamında olacaqdır. İndi isə feili və ismi cümlələrə aid cümlələri təhlil edək. İsmi cümlə əl-qitaru səri'un, qatar sürətlidir. Sonra əl-həvəu latifun, hava lətifdir, yəni mülayimdir. Sonra əs-səməu mumtəratun, demək göy üzü nədir? Yağmurludur. Sonra əl-hədiqatu cəmilətun, bağça gözəldir. Bu da ismi cümlədir. Fikir verdiyiniz kimi burada hamısı isimlə ifadə olunub. Cümlənin müftədası durusun nəhvi səhlətun. Demək ki, nəhv elmi nədir? Asandır. Talibul ilmi mutavadi'un, demək, elm tələbəsi təvazökardır. Yenə ismi cümlədir. Əl-cənnətu təhtəl əqdəmil ümməhəti. Cənnət ananın ayaqları altındadır. Əl-cənnətu isimdən başlayır. Sonra rəsul hikməti məxafətullah. Deyir ki, hikmətin başı Allah qorxusudur. Əl-usfuru fil-qafəsi. Sərçə qəfəsdədir. Əl-usfur gördüyünüz kimi isimlə başlayıb. Sonra əl-bərdu yəştəddu fəvqəl-cibəlu. Demək, burada əl-bərdu soyuq, dağların üstündə neynir? Şiddətlənir. Keçin feili cümləyə.
Fəzəl muttəqunə, müttəqlər feyz tapdılar, qazandı və yaxud fiillə başlayır, fəzə. Rəkibə İbrahimul Hisənə, İbrahim ata mindi, rəkibə minmək. Demək bu fiildir, fiil cümlədir. Həsədət fəlləhul qamhə, demək çiftçi neynədi? Buğdayı biçdi. Yəni fermer buğdanı neynədi? Biçdi. Əkələs sə'bul dəcəcə, əkələs sə'ləbul dəcəcə, yəni tülkü neynədi? Toyuğu yedi. Əkələ feildir, feili cümlə olacaq. Yuhibbul vələdul burtaqalə, uşaq neynədi? Portağalı yedi. Yuhibbu, indiki gələcək zaman feilidir, feili cümlədir. Yətəsəlləqul gilmənul cəbələ, gənclər dağa neynədilər? Dırmaşdılar. Sonra yəsbəhul əvlədu fil bəhri, uşaqlar neynirlər? Dənizdə çimirlər. Sonra həfizu alə salatikum, namazınızı mühafizə edin, yəni qoruyun mənasındadır. Zəkiri durusikə, sən qadın dərslərini neynə? Təkrarla. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Hörmətli izləyicilər, xahiş edirəm kanalı bəyənin, abunə olun və paylaşın.